Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu gün biz Mehman Məmmədovun vəsaitindən məsələ tipləri, ədəd məsələləri mövzusuna aid testlərə baxacağıq. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, bu cür izahların ardını istəyirsinizsə, kanalı izləməyi, abunə olmağı, yorum yazmağı unutmayın. Gəlin başlayaq birinci sualda. Ayxan fikrində tutduğu ədədi 3% artırıb, alınan cəmi 2 dəfə öz-özünə vurdu və 450-nin yarısını aldı. Ayxan fikrində hansı ədədi tutmuşdu? Tutaq ki, bizim yəni Ayxanın tutduğu ədəd x olsun və 3% artırıb deyirsə, deməli x plus 3 yazacağıq. Və 2 dəfə öz-özünə vurub, yəni x plus 3 vurulsun x plus 3 bərabərdir, deyir 450-nin yarısını aldı. Yəni, mən 450-ni 2-yə böləcəm. Deməli, x plus 3 vurulsun x plus 3 bərabər olacaq 225-ə. İndi burada mən fikirləşirəm. Hansı ədəddir ki, öz-özünə vursam, axı bu x plus 3-lər eyni ədədlərdir. Hansı ədəddir ki, öz-özünə vursam 225 edər. Təbii ki, bu ədədimiz 15-dir. Yəni, 15-ə 15-ə vursaq 225 edəcək. Deməli, x plus 3 bərabər olmalıdır 15-ə. Yəni, x plus 3 bərabər 15. Buradan da alıram ki, x bərabər 12 imiş. Cavabımız oldu B variantı. Gəlin keçək ikinci suala. Selcan fikrində tutduğu ədədi 57 vahid azaldıb, alınan fərqi 3 dəfə öz-özünə vurdu. Baxın, bayaqları artırmışdı birinci sualda. Biz üstə 3 gəldik. Burada azaldıb. Yəni, x-dan 57-ni çıxacaq və 3 dəfə öz-özünə vurdu. Yəni, x çıx 57 vurulsun x çıx 57 vurulsun yenə x çıx 57 bərabərdir. Öz-özünə vurdu və 4də 3 hissəsi 48 olan ədədi aldı. Baxın, burada uşaqlar bəzən çaşırlar. 48-in 4də 3 hissəsini tapırlar. Xeyr, uşaqlar. 48-in 4də 3 hissəsini desəydi, biz 4-ə bölüb 3-ə vuracaqdıq. Amma burada deyir ki, 4də 3 hissəsi 48 olan ədəd. Deməli, mən 48-i 3də 4-ə vurmalıyam. Yəni, tərsinə vurmalıyam. 48-in də 3də 4-ünü tapsaq 64 edir. İndi gəlin fikirləşək, hansı ədəddir ki, mən onu 3 dəfə öz-özünə vursam 64-ə alacam. Bu ədədimiz 4 ədədidir. Yəni, 4-ü 4-ə 3 dəfə vursaq bir-birinə 64 edəcək. Deməli, x çıx 57 bərabər olmalıdır 4-ə, x bərabərdir 61. Deməli, Selcan fikrində 61 ədədini tutmuşdu. Cavab oldu A variantı. Üçüncü sual. Yarısı ilə 4də 3-ünün cəmi. Baxın, belə suallarda uşaqlar həmişə biz tənlik qurmalıyıq. Mütləqdir ki, yarısı nə deməkdir? Yəni, 2də 1 x, bizim ədədimiz x olsun. Yarısı, yəni 2də 1 x plus 4də 3-ünün, 4də 3 nə deməkdir? Yəni, 4də 3 x. Cəmi, yəni 2də 1 x üstə 4də 3 x bərabərdir 45. Gəlin bu tənliyi həll edək və həmin bu tənliyi həll etdikdə alınan ədədin biz 0.5 hissəsini tapacağıq. Artıq 0.5 hissəni tapmaq ikinci etapdır. 2də 1 x üstə 4də 3 x bərabərdir 45-dir. Uşaqlar, bura biz ortaq məxrəc taparıq. Baxın, 2də 1 x-imiz olacaq 4də 2 x. Üzərinə də biz gəlirik neçəni? 4də 3 x-ı. Deməli, məxrəc olduğu kimi qalır. Sürətləri toplasaq, alınacaq 4də 5x. 4də 5x bərabər 45-ə. Buradan da mən x-i tapmaq üçün nə edərəm? 45-i vuraram 5də 4-ə. Baxın, 45. Yəni, 4də 5-ə bölürəm x-i tapmaq üçün. 4də 5-ə bölmək də o deməkdir ki, yəni 5də 4-ə vur. 45 vurulsun 5də 4. Baxın, buradan 5 ilə 45 ixtisar etdi. Burada qalır 9. 9 vur 4. O da edir 36. Yəni, x bərabər 36-ya. İndi deyir ki, deməli, bizim x-imiz 36 oldu. Yəni, bizim ədədimiz 36-dır. Deyir, həmin ədədin 0.5 hissəsini tap. 0.5 hissəsini tapmaq nə deməkdir? Yəni, 0.5-ə vur. Başqa versiyada, yəni 2də 1-ə vur. 2də 1-ə vurmaq o deməkdir ki, 2-yə böl. Yəni, 36 bölü 2 cavab oldu 18. C variantı. Keçəyin 4-cü suala. Yarısı ilə 3də 1-nin fərqi 24-ə bərabər olan ədədin 75%-ni tap.
Aha, deməli biz yenə birinci etapda biz ədədimizi tapacağıq. Daha sonra isə 75% tapacağıq. Yenə deyir yarısı ilə, yəni 2-də 1 x, 3-də 1-nin fərqi, yəni çıxılsın 3-də 1 x 24-ə bərabər olan, yəni bərabərdir 24-ə. Yenə eyni qayda ilə biz burada ortaq məxrəc nə taparıq? Təbii ki 6. Deməli 2-də 1 x-i mən yazıram 6-da 3x. 3-də 1 x-i də mən yazıram deməli 6-da 2x kimi, yəni ortaq məxrəc gətirdim. Deməli 6-da 3x-dan 6-da 2x-i çıxdıqda qalacaq 6-da 1x bərabər 24-ə. Burada x-i tapmaq üçün x bərabərdir 144-ə. Deməli bizim ədədimiz, yəni 24-ü vurduq 6-ya, cavab oldu 144. Deməli 144 ədədimiz 144-dür. İndi isə bu zaman ikinci etapda mən 144-ün 75%-ni tapacağam. Yəni 144 vurulsun 75 bölünsün 100. Yəni 144-ü 4-də 3-ə vurmalıyam. 144-ü 4-də 3-ə vursaq, deməli burada 4 ilə 144 ixtisar gedər. Cavab alınar 36. 36 vurulsun 3, cavab edəcək 108. Deməli cavabımız oldu D variantı. Keçək 5-ci suala. Ədədlə onun 4 qatının hasili. Deməli, ədədimiz olsun x, onun 4 qatı, yəni 4x, hasil nə deməkdir? Yəni vurulsun. X vurulsun 4x bərabərdir, deyir 98-dən 62 vahid kiçikdir. Yəni mən 98-dən 62-ni çıxmalıyam. Yəni x vurulsun 4x bərabərdir, 98 çıxılsın 62. Deməli 98-dən 62 çıxanda təbii ki 36 edir. Burada da x vurulsun x nə deməkdir? Yəni x kvadrat. Yəni 4x kvadrat bərabər 36-ya, x kvadratımız bərabərdir. 36-yı bölürəm 4-ə, cavab olur 9. Yəni x kvadrat bərabər 9-a. Buradan da x-imiz neçə olmalıdır? 3 olmalıdır. Xatırlatmaq üçün deyək ki, kvadrat nə deməkdir? Yəni ədədi öz-özünə vur. Yəni 3 vur 3, 9 edəcək. İndi deyir həmin ədədin 3-də 1 hissəsini tap. Yəni mən 3-ün 3-də 1 hissəsini tapmalıyam. Yəni mən 3-ü, baxın, vurmalıyam 3-də 1-ə. Bu da təbii ki, neçə deməkdir? 3 ilə 3 ixtisar gedəcək. Sürətdə də məxrəcdə 1 qalacaq. Yəni cavab oldu 1. A variantı. İndi gələk 6-cı suala. Ədədlə onun 7-də 2 hissəsinin cəmi. Aha, yenə ədədin özü, yəni x. Baxın, bayaqları yarısı deyildi. Mən x bölü 2 yazırdım. Yəni 2-də 1 x yazırdım. İndi ədədin özü deyir. Ədədin özü, yəni x, 7-də 2 hissəsinin cəmi, yəni 7-də 2 x, bərabər 180-ə bərabərdir. Yəni x üstə 7-də 2x bərabərdir 180-ə. Deməli, İndi yenə mən eyni qayda ilə, baxın, bu təkcə x nə deməkdir? Yəni 1 tam deməkdir. Yəni 1 tam, bunları toplasaq eləcək 1 tam 7-də 2x və biz 1 tam 7-də 2x-i düzgün olmayan kəsrə çevirsək, yəni 7-də 9x bərabər 180-ə, buradan x-i tapmaq üçün nə edəcək? Yəni 180-i bölməliyəm 7-də 9-a. 7-də 9-u bölmək nə deməkdir uşaqlar? 9-da 7-yə vur deməkdir. Deməli, buradan 9 ilə 180 ixtisar gedir. Burada qalır 20. Burada qalır 20. Deməli, 20-ni 7-yə vursam cavab edəcək 140. Deməli, bizim ədədimiz 140-dır. İndi sənə deyir ki, bu ədədin yarısını tapın. Yəni, 140 bölürəm 2-yə cavab eləyir 70. Deməli, C variantı. Keçək 7-ci suala. Ardıcıl 3 natural ədədin cəmi özlərinin hasilinə bərabərdir. Bu ədədlərin ən böyüyünün 10%-ni tapın. Bax, ardıcıl 3 dənə natural ədəd yazıram. Yəni n plus 1, n plus 2. Bunların cəmi bərabər olmalıdır. N vurulsun, n plus 1 vurulsun, n plus 2. Bunların hasilini. Gəlin sol tərəfi sadələşdirək. Baxın, 3 dənə n var. Olur 3n üstə 3. Bərabərdir. Sağ tərəfi olduğu kimi saxladım. Baxın, sol tərəfdən 3-ü ortaq vuruq götürsəm, 3 vurulsun n plus 1 bərabərdir. Sağ tərəf yenə olduğu kimi saxlayıram. Burada n plus 1-ləri ixtisar edəcək. Yəni 3 bərabərdir. N vurulsun n plus 2-yə. İndi uşaqlar, mənim burada bu hissə sizə çətin görünə bilər. Yəni 5-ci, 6-cı siniflər üçün bu hissə çətin görünə bilər. Yuxarı siniflərdə bunun rahat diskriminantdan həlli var. Amma aşağı siniflər bunu necə fikirləşir? Baxın, hansı ədəd, bax, n-in yerinə biz nə qoyaq ki, üstünə 2 gələndə hasil 3 eləsin.
Təbii ki, mən n-in yerinə yalnız 1 qoysam, 1 vurulsun 1 plus 2 3 edəcək. Yəni mən bura 2 qoysam, 2-ni nəyəsə vursam artıq 3-dən çox edəsidir. Deməli, n bərabərdir 1. Yəni, n-imiz 1-dirsə, artıq digər ikinci ədədimiz olacaq 1 plus 1, yəni 2. Üçüncü ədədimiz də olacaq 1 plus 2, yəni 3. Deməli, bizim ədədlərimiz 1, 2, 3-dür. İndi deyir, ən böyüyünün, ən böyüyümüz 3-dür. 3-ün 10%, yəni 0,3. C variantı. 3-ün 10% edir 0,3. Yəni 3 vur 10 bölünsün 100. Cavab olur 0,3. Yəni C variantı. Deməli, mən buradan bu hissəni silək. Aha. Deməli, keçirik 8-ci suala. 8-ci sual da maraqlı bir sualdır. 8-ci sualda nə deyir? Deyir ki, parçanın 5də biri kəsildikdə, baxın diqqətlə qulaq asın, 5də biri kəsildikdə orta nöqtəsi 8 sm sürüşür. Baxın, bizim parçamız x-dırsa, bunun, deməli, bizim parçamız x-dırsa, parçamız x olduqda yarısı təbii ki x bölü 2 olur. Yarısı x bölü 2'dir. Deyir, orta nöqtəsi, indi 5də biri kəsildi. 5də biri kəsildisə, həmin parçanın 5də 4 x-i qalır. 5də biri kəsildi, qaldı 5də 4 x. Yaxşı, bizim parçamız 5də 4 x olduqda bəs orta nöqtəsi nə qədər olur? Bizim parçamız 5də 4 x qaldıqda orta nöqtəsi artıq olur 5də 2 x. Yəni yarısı olur 5də 2 x. Yəni əvvəlki yarısı, yəni x bölü 2 çıxılsın. İndi kəsildikdən sonra qalan parçanın yarısı, yəni 5də 2 x bərabərdir 8-ə. İndi burada ortaq məxrəci taparıq. Onda 5x çıxılsın, onda 4x bərabər 8-ə, onda 1x bərabər 8-ə, x bərabərdir 80-ə. Yəni B variantı. 9-cu sualda eyni ilə 8 kimdir? Çubuğun 0,3 hissəsi kəsildikdə orta nöqtəsi. Baxın uşaqlar, söhbət orta nöqtədən gedir. Yəni tutaq ki, sənin parçan x idi. Orta nöqtəmiz olur x bölü 2. İndi 0,3'ü kəsildikdən sonra qalır 10,7 x-i qalır. 10,7 x-in yarısı nə qədərdir? Yəni 2-yə böləndə neçə eləyir? 20,7 x. Deyərsən ki, ay müəllim, mən x-la niyə işləmirəm? X bölü 2 ilə yazırsınız. Axı söhbət orta nöqtədən gedir. Söhbət orta nöqtədən gedirsə, mən deməli yarıların, yəni yarılarının fərqi, parçanın yarısının fərqini bağlayıb bərabər eləməliyəm 21-ə. Yəni x bölü 2 çıxılsın 20,7 x bərabərdir 21-ə. Deməli, burada mən ortaq məxrəc gətirsəm, baxın, bu hissə olur 20-də 10x, çıxılsın 20-də 7x. Cavab burada sol tərəf edəcək 20-də 3x bərabərdir 21-ə, x də bərabərdir 140-a. 140-ı necə tapdım? 21-i vurdum 3-də 20-yə. 21 vurulsun 3-də 20. Deməli, burada 3 ilə 21 ixtisar gedir. Baxın, bura ixtisar gedir. Burada qalır 7. 7-ni 20-yə vursaq, cavab edəcək 140. Yəni, A variantı. Gəlirik 10-cu suala. 3 müxtəlif 3 rəqəmli ədədin, bu da çox istifadə edilən sual növlərindən biridir. 3 müxtəlif 3 rəqəmli ədədin cəmi 784-dür. Bu ədədlərdən ən böyüyü ən çox neçə ola bilər? Baxın, sənin 3 dənə ədədin var. Birinci, ikinci, bu da üçüncü ədədin olsun. Səndən ən böyüyünün ən çoxunu istəyirsə, sən digərlərinə ən az verməlisən. Gəlin, digər 2 dənəyə ən az verək. Söhbət də 3 rəqəmli ədəddən getdiyinə görə mən birinə verirəm, birincini deyirəm 100, çünki ən kiçik ədədimiz 3 rəqəmli 100-dür. Müxtəlif dediyinə görə artıq ikincisini mən 100 götürə bilmirəm. İkincisini götürürəm 101. İndi qaldı üçüncü ədədimizi tapmaq. Deməli, mən bunları toplayacağım, edəcək 201. Cəmimizdən də, yəni 784-dən də 201-i çıxacam, cavab edəcək 583. Yəni D variantı. Hələlik bu qədər uşaqlar. Bir daha deyirəm, izahların, misal növlərinin, test növlərinin ardın istəyirsinizsə, qeyd edək ki, bu suallar lisey tipli suallardır. Yəni liseyə hazırlaşan şagirdlər mütləq ki, baxsınlar. Ardın, əgər istəyirsinizsə, dəstəyinizi gözləyirəm.
Diqqətiniz üçün bir daha çox sağ olun.